Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Biz bu gün yenə sizinlə qarşınızdayıq. Ümumiləşdirici tapşırıqlar haqqında uşaqlar. 3 ümumiləşdirici tapşırığımız var. İzah eləyə rahatlıqla sizə bunları izah eləyəcəm. Siz isə diqqətlə qulaq asırsınız. Sonunda videonu bəyənirsiniz və abunə olursunuz ki, belə videoları qaçırmayasınız. Elə isə davam eləyək. Deməli uşaqlar, ümumiləşdirici tapşırıqlardan başlayaq. Hansı şəkildə Azərbaycanın 2 dövlət rəmzi qeyd olunub? İlk öncə yadımıza salırıq. Azərbaycan Respublikasının dövlət rəmzləri hansılar idi? Aha. Bayraq, gerb, himn. Bunlar Azərbaycan Respublikasının rəsmi dövlət rəmzləri idi. İndi burada təbii ki, himn şəkillə çəkilə bilmədiyi üçün söhbət bayraqdan və gerbdən gedəcək. Ona görə biz hansı variantda bayrağımız və gerbi görürük? Deməli, təbii ki, birinci şəkildə, deməli, cavabımız birinci şəkil olmuş oldu. Burada gerbimiz və digər şəkildə gerbimiz və manat dövlət rəmzi deyil. C variantında isə kitab yenə dövlət rəmzi deyil. Belə cavab birinci şəkil oldu. Sual 2. Hansı fikir uşağın istirahət hüququnu əks etdirir? Səhər tezdən əl üzümü yuyuram, dərslərimi hazırlayandan sonra həyatda dostlarımla oynayıram, şam süfrəsini düzəltməkdə anama kömək edirəm. Səhər tezdən əl üzünü yumaq bu sənin şəxsi gigiyenandan asılıdır. Yəni sağlam olmaq istəyirsənsə, mütləq əlini üzünü səhər tezdən yumalısan. Bu sənin heç bir hüququnu və yaxud vəzifəni əks etdirmir. Sadəcə özünə olan belə deyim, şəxsi gigiyena vəzifəni yerinə yetirir. Yəni hüquqi bir məsuliyyət daşımır. Sonra dərslərimi hazırlayandan sonra həyatda dostlarımla oynarım. Bəli, sənin boş vaxtın qalır və deməli sən bu boş vaxtını istədiyin kimi xərcləyə bilərsən. Yəni bu dostlarınla oynamaq, tək oynamaq, gəzmək, əylənmək, telefondan oynamaq, kompüterdə bir şeylər izləmək, cizgi filminə baxmaq və s. və s. Bu sənin öz təbii haqqındır. Deməli cavab B variantı oldu. C variantında isə şam süfrəsini düzəltməkdə anama kömək edirəm. Bu sənin artıq oldu ailə daxili, mədəni və vicdani məsələn. Yəni bu artıq sənin istəyindən asılıdır. Yəni ananı sevirsənsə və yaxud hər hansı bir məsələnin süfrənin daha tez qurulmasını istəyirsənsə, nə bilim, ailə içi bir işdə bir məsuliyyət götürmək istəyirsənsə, bir köməyin olmağını istəyirsənsə, bəli, anana yardım eləməyin çox təbii bir prosesdir. Amma bu sənin istirahət hüququnu əks etdirmir. Belə, növbəti, üçüncü və sonuncu. Hansı şəkillərdə Günay öz sağlamlığının qayğısına qalır? Gəlin, baxaq görək. Sağlamlığının qeydinə qalmaq, qidalanmaq, şəxsi gigiyena məsələləri, idman eləmək, bunlar artıq olur nə? Onun şəxsi gigiyena məsələləri və yuxu. Birinci, öz sağlamlığının qayğısına qalmır deyir uşaqlar. Yəni, öz sağlamlığının qayğısına qalmamasını soruşur. Nəyə görə? Gəlin, baxaq. Birinci şəkildə Günay səhər tezdən oyanır. Bu, sağlamlığının qeydinə qalmaq deməkdir. Yəni, normaldır bu. Sonra, İkinci şəkil. İkinci şəkildə Günay dişini fırçalayır. C variantında. Bəli, dişini fırçalamaq da şəxsi gigiyena məsələsidir. Bu da yaxşıdır. Üçüncüdə idmandan məşğuldur. Bu da onun sağlamlığının qayğısına qalmaq deməkdir. Dördüncü şəkildə Günay yatır. Bu da düzgündür. Çünki yuxu prosesi onu rahatlaşdıracaq, ayda çıxıb. Beşinci şəkildə burada uşaqlar deyəcəksiniz, yemək yeyir, sağlamlığın qaydına qalır. Xeyr, siz saata fikir versəz, görərsiniz ki, 11-in yarısını keçib. Yəni 11-ə 25 dəqiqə qalıb. Siz də 11-ə 25 dəqiqə qalmış səhər yeməyini yemək düzgündür. Xeyr, səhər yeməyini daha tez yemək lazım idi. Ona görə də D variantında Günay yanlış eləyir. Çünki daha tez yeməli idi. Burada isə görürük ki, saat gecə 1-ə qalıb 15 dəqiqə. 1-ə 15 dəqiqə qalmış və hələ də dərs çalışır. Biz də bilirik ki, uşaqların
ən tez, ən gec yatma saatları var. Ən gec saat 11-də uşaq yatmalıdır ki, səhər 7-də qalsın və 8 saat yatmış olsun. Beləliklə Günay yenə gecə dərs oxuyaraq yuxusuna haram qatmış olur. Yəni yuxusunu pozmuş olur, yuxu sistemini. Bu da təbii ki, onun sağlamlığına ciddi təsir göstərə bilər. Ona görə də cavabımız deməli D və F variantlarıdır uşaqlar. D və F variantlarında Günay sağlamlığının qeydinə qalmır. Belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn ümumiləşdirici tapşırıqlarda görüşərik. Hələlik.